Cəllabadda yol nəqliyyat hadisəsi baş verib. Qəza Cəllabad yardımlı magistral yolunun rayonun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Kamal Quliyevin idarə etdiyi Opel markalı avtomobil hərəkətdə olarkən körpü üzərində idarə etmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən kanalı aşıb. Hadisə şahidlərinin sözlərinə görə qəzaya yolda yaranmış çökəklik səbəb olub. Hadisəni mən eşitdim səsi. Mən qaçdım, gəldim gördüm ki, o maşın düşüb bura. Tez gəldim, girdim suyun içinə. 2 nəfər idi. Dartdım, çıxartdım birini. Biri qapını açdıq, özü çıxdı, yavaş-yavaş özü çıxdı. Amma birini mən özüm dartdım, çıxartdım. Elə də ciddi bir şey olmamışdı. Sadəcə biraz əlləri qan idi, başqa heç nə özləri. Səbəb göstərdim də yolda. Yolda olan çökək. O çökək olduğuna görə qarşıdan gələn maşının qabağına çıxır. Orada eləncə hadisə olub, gəlib düşüb ora. Qeyd edək ki, hadisənin dəqiq səbəbləri avtoekspertiziyanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.